Heydər Quliyev, 10 nömrə kapitan Səməd Ağa Mahmudlu, 11 nömrə Xəyal Rəhimli, 19 nömrə Nurlan İsayev, 20 nömrə Mehdi Rəhimli, 21 nömrə Tunar Mahmudlu, 22 nömrə İbrahim Əhməd, 24 nömrə Maksud Şadayev və baş məqsəd Bəhrəm Məhərrəmovdur. Digər tərəfdə Marmara qrupda isə 13 nömrə kiper olaraq bugün Çingiz Qarayev, digər qapıçı 84 nömrə Fərid Vəlizadə, 5 nömrə Murad Məmmədov, 7 nömrə Yaqub Qaziyev, 9 nömrə Hüseyin Abdullayev, 10 nömrə komandanın kapitanı Rəsul Qaziyev, 17 nömrə Qüdrət Vəliyev, 23 nömrə Şöhrət Kərimli, 27 nömrə Ümid Məhərrəmli, 77 nömrə Cavid Zavadzadə, 99 nömrə Elgün Rızayev. Bu arada qapıya ilk zərbə də gəldi. Məsələ Marmara qrupdan bəhs edərkən zərbə gəldi. Baş məqsəd isə Marmara qrupda Emil Şahməmmədovdur. Oyun sürətli başladı. Bu bizi müjdəliyir sanki bir qədər templi oyun barəsində, bol-qollu maç barəsində. İkili turnirin ən çətin hesab olunan qruplarından biri C qrubunda məhz mübarizəyə başlamışdı. Bunu da xatırlatmasını edək. Yer gəlmişə qeyd edək ki, qrup mərhələsində Forus üzərində 2-1 qələbə, daha sonra 3-3lük Qoç Muntayn oyunu var. Vaypet önündə də 7-1'li bir qələbə qazanmışdı. Sanki dünya çempionatını xatırlatdı bizə. Orada endirilən zərbə kifayət qədər təhlükələmli idi. Gillen 19 nömrəli oyunçu Nurlan İsayev idi. Məhz yaxın planda da onu gördük biz. Gillidən bəhs edirdik. Play-off mərhələsində 8-1-də Oğuz Edu ilə qarşılaşdı. O nəsiz vaxtı 2-2 hesab ilə bitdi. Penaltı seriyasında isə 5-4 hesab ilə qələbə qazanmışdı. 4-1-də növbəti rəqib onun Elitar oldu. Yenə əsas vaxt 1-1 və penaltılar seriyasında isə 4-3 qələbə qazanmışdı. Bu əmlədən sonra Marmara qrup haqqında da bəhs etsəm, Qaziyevin zərbəsini blok gəldi. Onlar da G qrupunda yer almışdılar. Məhz Nərmanov 5-0 hesab ilə qələbə. Nərmanov üzərində önündə 5-0 qələbə qazandılar. Daha sonra Cyber futbol komandası üzərində 2-1'li qəzəbə, Ayser üzərində 3-1'li qəzəbə. Qrup mərhələsində 9 xal toplamışdılar. Play-offda 8-1'də Inferno üzərində 2-1'li qələbə, 4-1'də mübarizəni davam etirdilər. X klubı 3-2 hesab ilə məğlub edərək yarım finala vəsqə qazandılar. Qeyd edək. Bir yarım finalda qələbə kimlə yanılacaq? Əsas məqam budur. Finala vəsqə qazanan tərəf kim olacaq? Qaziyev rəqiblərini bir-biri aldatdı, amma İbrahim onun daha da irələməsinə imkan vermədi. İbrahim yarımçı qalan əmləni tamamlamaq istəyirlər. Son müdaxilə Marmara qrupun 7 nömrəli oyunçu Yaqub Qaziyev. Alt yerinə itirilməlidir. Çox küləkli havaydı. Təbii ki, bir qədər oyuna, topun istiqamətinə mane olur. Bu rəğmən maraqlı mübarizənin şahidi ki, İbrahimin zərbəsi idi bu. Uğurlu alınmadı Marmara qrupu. Qaççı Çingiz Qarayev. Kiper qapıdan zərbə elindi, top oyuna daxil etməyə hazırlaşır. Bizon Student Cup'ın sadəcə bu 4-cü turniridir. Xatırlatmasını edək. Rəsul Qaziyev. Oradan o mani olan oyuncu var idi. Maksud Şıxzadayev. Həqiqətən də bu oyunçun maraq da xüsusəndir. Mən yetər say, azərkeş kütləsi, hətta bir qədər də bu oynansam, kifayət qədər azərkeş kütləsi bu görüşü canlı olaraq izləyirlər. Elgün Rızayev, yine cüssəli oyuncu da refer davam edir. Rızayev, burada bir müdaxilə var idi. Sənan Nəsirov son toxunuşundan və korner üçüncüdən zərbə ilə yetiriləcək. Yaxın kadrda bizə Elgün Rızayev göstərilir. Məsələ duran top şansını o yerinə yetirir. Ötürmək istəyir burada. Rəqibindən yayınıb zərbə indirən Murad Məmmədov qapıya yol tapa bilmədi. Elə ki, qarşılaşmada qolsuz bərabərliyi şahidik. 8-ci dəqiqə oynanılır və elə ki meydanda qol yoxdur. Elə ki tilsim qırılmayıb, elə ki qapının kilidi açılmayıb. Qaziyev ki kapitan üz-üzə idi.
Bir an ötürməsi. Zərbə hazırladılar. Son anda kiper. Rüstəm Aziyev. Müdaxilə qapıcıdan gəlir. Müdafiəçilər mövqeyini tutular. Qapıcıdan savayı Marmarada hər kəs meydan rəqbət olması səsindədir. İbrahim Ləksəmlə başlaya bilər. Eksizuma səy göstərəcəklər. İbrahim Ahmed. İbrahim. Orada bir səhv etmirəmsə müdaxilə var idi. 5 nömrəli oyuncudan Murad Məmmədov. Bəli. Toxunuş etmişdi. Ədalət təmsildə mənimlə fikirdir. Və outun yerindən, yəni girdən yerinə yetirilməsini istəyir. Avlal cəmlələr, bir müdaxilə. Ötürməklə başladılar. Orada kapitan aldatmaq istədi, rəqibini alamadı. Top ələ keçirməyə bacardılar. Endirilən zərbə. Top gəldi. Ötürməklə başladılar. Bir zərbə. Kifayət qədər təhlükəli həmlə idi. Və deyəsən sonunda bir toxunuş var idi. Bəli. Korneri yenitirməlidir. Elgün Rızayev. Burada İbrahim ona mani olmağı bacardı. Gillin əmləsini izləyəcək kapitanın ifasında. Zərbədə blok var idi. İbrahim. Qapısıyla oynadı. Gilli yenidən yoxlayacaq. Bir taban ötürməsi keçmədi. Burada Nulan İsayevə mani olmağı bacardılar. Qüdrət. Topla bir qədər elədi. Endirilən zərbə. Qüdrət Vəliyevin qarşı kəsilir. Yarımsı qalan əmlən tam olması ilə. Rəsul Qaziyev. Qapısıya sanki ötürmə verdi. Maksud. Tunar Mahmudlu. Kapitanla oynadı. Maksud Şıxzadayev. Top eləməz. Onun özündən meydan tərk edib. Ədalət təmsilçisinin qərarı bu yöndədir. Çingiz Qarayev. Ədalət təmsilçisi etiraz etməyin dedi. Bir qədər oyuncuların sakitləşməsini istəyir. Bu arada əvəz etmə baş tutur. Marmara qrupu heyətində əvəz etmə var. Meydan daxil oyuncu Cavid Cavadzadədir. Top ələ keçirmə bacardılar. Qaziyev ötürmə. Daxilə gəldi. At yerinə yetirilir. Orada bir anlı müqaviməti itirən oyuncu vardı. Amma davam etməyi bacardılar. Burada Qüdrət Vəliyev. Mani oldular. Sənan Nəsirov. Rəqibin irəliməsinə imkan vermir. Korner. Qaziyev. Rəsul Qaziyev. Bir anlıq hər kəs intizarda saxladı. Amma nəticə hasil olmur. Bu arada Gillidə, texniki zonada detallar sxeməsində isim hərəkətlər edən oyuncular var. İrələn dəqiqələrdə biz Gilli adına da vəz etməm. Şahidi ola bilərik. Qarşılaşmada isə artıq 13-cü dəqiqə
oynanır və elə də qolsuz bərabərlik hökm sürür meydanda. Maksud Şıxzadayev Sənanla oynadı Nəsirov. Qapçını qatıran Əmrəyə Hacıyev. Ötürmələrə top müdafiədən çıxarma bazarlar Sənan Nəsirov. Cavid Zavadzadə rəqibin üzərinə şığıyır orada. İbrahim. Ad yerinə itirməlidir Gilli adına. Bir halda Cəmlə. Bu arada əvəz etmə baş tutub artıq bu əmlədən sonra bəs edəcək və gol! Qüdrət Vəliyev. Görüşdə tisini qırır, qapının kilidini açır. 14-cü dəqiqə, yarım final oyununda artıq Marmara Qrup öndədir. Qüdrət isə azarkeşləri səsləyir, səsimə səs verin deyir. 1-0. Qapının kilidi açıldı Qüdrət Vəliyev. O kilidi qırdı. Marmara Qrup 1, Gilli 0. Düşünürəm ki, bundan sonra oyun daha da maraqlı olacaq. Bir qədər də artacaq. Artıq Gilli hücumlarının sayını, hücumlarının kəsələrini artırmaq istəyəcək ən azından hələ ki bərabərlik qolu üçün. Maksud Şıxzadayev ötürmə komanda yoldaşına. İndirilən zərbə Çingiz Qarayev sayıqlıq əldən vermədi. Bu arada meydan daxil olan oyuncusu Gillidə Səməd Ağa Mahmudludur. Komandanın əsas kapitanı qarşımdakı protokolda təbii ki o göstərilir. Heyətlər barəsində bəhs edən zaman mən kapitanı onu adlandırmışam, amma meydanda Maksud Şıxzadayevin qoldadır o kapitanlıq sarğısı. Azərkeşlər deyəsən stadionu, meydanı dumanlı albiyona çevirmək istəyirlər. Qüdrət Vəliyev. Bu arada bir dəqiqəlik time-out istəyi var deyəsən. Söhbət etmə başlayacaq. Bəli, time-out. İstəyirəm bu yaranmış fasilədən istifadə edib bir qədər turnir ilə bağlı məlumatı sizə çatdırım. Hansı ki, Bizon Student Cup-ın Azərbaycan Ali Təhsil müəssisələrinin tələbələr arasında keçirilən ən böyük və ən nüfuzlu minifutbol turnirlərindən biri olduğunu təqdim etməliyəm sizə, nəzərinizə çatdırmalıyam. Turnir Bizon Enerjinin baş sponsorluğu və Qolat Sport Servisin təşkilatçılığı ilə həyata keçirilir. Bir qədər sonra Qolat Sport Servis haqqında da bəhs edəcəm. Yarışın əsas məqsədi universitet tələbələri arasında sağlam rəqabət mühiti yaratmaq, gəncləri idmana təşviq etmək və tələbə futbolunun inkişafına dəstək verməkdir. Bu təşkil olunan yarış artıq 4-cü Bizon Student Cup-dır. Turnirdə yalnız aktiv tələbələr iştirak edir və bütün futbolçuların tələbə statusu yarış başlamazdan əvvəl yoxlanılır. İllər ərzində Bizon Student Cup tələbə futbolunu özünə məxsus ənənə halını formalaşdırır və hər mövsüm yüksək rəqabət, maraqlı oyunlar və yeni istedadların üzə çıxması ilə yadda qalıb. Turnirin əvvəlki çempionlar haqqında da bəhs edir. Hansı ki, ilk Bizon Student Cup-ın çempionu Korporasiya Universiteti olub, ikinci Bizon Student Cup-ın çempionu Elitər olub, üçüncü Bizon Student Cup-ın çempionu isə Green Wolves'te görək 4-cü bu mövsümün, bu sezonun çempionu kim olacaq? Artıq yarım final mərhələləri baş tutur. Burada yarım finalın ilk qarşılaşmasıdır. Yarım finalın ilk qarşılaşmasında Marmara Qrup Qüdrət Vəliyevin qolu ilə deyil, artıq hesab 2-0'dır. Çobud səhvə yol verdi. Marmara Qrupun 5 nömrəli oyuncusu Murad Məmmədov yadda qalır. Qapısından Çobud səhv və bu Gilli üçün bağa başa gəlir. Time-out götürdü Marmara Qrup. Time-outdan qolla qayıdırlar. 2-0. 2 cavabsız qol. Marmara Qrup 2. Gilli 0. Çingiz Qarayev ad yerinə itirməlidir.
Maksud. Orada oyuncunun qarşısı kəsildi. Qarşılı mübarizə izləyirik. Topu elə keçirməyə bacardılar. Burada isə qayda pozulub artıq. 7 nömrəli oyuncusuna qarşı qayda pozulub. Vərəqə də gəldi. Cəfər Cəfərliyə qarşı qayda pozulmuşdu. Cəfər sonradan meydana daxil olub. Ona bir qədər rəng, bir qədər temp qatdı. Vərəqəni isə səhv etmirəmsə, ilk golun müəllifi Qüdrət Vəliyev gördü. Başı qapıya zərbə idi bu. Cengiz Qarayev sayıqlıq əldən vermədi. Korner izləyək. Zavdin qarşı kəsildi. Səməd Ağa Qarayev. Yenə keçid yoxdur ötən dəqiqələr ərzində. Qapısını toxunulmaz saxlamağa bacarım. Reki rəqiblərinə keçid vermir. Maksud yenə yoxlayacaq Gilli tərəfi. Cəfər qarşısı ilə oynadı. Cilan dəyişidi. Bir ara törməsi. Oradan Nurlan Səyivə mane oldular. Yerdə qalan oyuncu var. Referi qalxdır. Qayda pozulmayıb. Qüdrət Vəliyev. Qüdrət. Maksudun təzyiqi var. Vəliyev görən edəcək. Bir qədər özünü çıxmaza sala bilərdi. Top ələ keçirməsi. Səməd Ağa son anda. Toxunuş. Sanki səhvlərini düzəltdilər. Yerlə ötürmə keçmir. Səməd Ağa Mahmudov. Toxunuş var dedi Ədalət təmsilçisi. Korneri göstərdi. Küsə zərbəni izləyək. Yerlə ötürmə. Qarayev. Daha bir korneri. Enicin atan və yenidən. Bir qədər geriyə çəkildilər. Təbii ki, o bir qədər rəqiblərin üzərinə çəkərək müdafiədə boşluqlar tapmaq yönümlü ola bilir. Və bu ilk hissənin son epizodu son cəhdi oldu. Bununla da Ədalət təmsilçisi ilk hissəni bitirir. Marmara Qrup fasiləni 2 cavabsız qolla 2-0 hesablı üstün tamamladı. Marmara Qrup 2, Gilli 0. Komandalar fasiləyə olanlar bir qədər sonra qaldığınız yerdən davam edəcək. İzlələrlə sağlaşaq. Bir neçə dəqiqə sonra görüşərik. Bir də vaxtınız xeyir olsun, əziz azarkeşlər. İkinci hissədə yenidən bir yerdəyik. Bir daha xatırladaq. Bizon Student Cup'un sadəcə 4-cü turniri yarın finalın ilk qarşılaşması məhz Gilli və Marmara Qrup komandaları üzləşir. Marmara Qrup fasilə 2-0 hesablı öndə yollandı. Gilli önündə 2-0 hesablı onlar öndədirlər. İlk öncə Qüdrət Vəliyev hesab açdı, daha sonra komandanın 5 nömrəli oyuncusu Murad Məmmədov, Murad Məmmədov tam adıyla qeyd etsək. Fərqi 2-yə yüksəltməyə bacarmışdı.
Azarkeşlərdən bu dəqiqələrdə gilli deyə şuarlar səslənir. Komandalarına dəstək verirlər. Top itkisi, zərbə imkan verilmədi. Standart vəziyyətçiliyə Qaziyev ötürmə komanda yoldaşına endirilən zərbə. Orada bir toxunuş var idi deyəsən, bəli. Korner olacaq. Rəsul Qaziyev topun arxasında. Qaziyev ötürmə və gol! Rəsul Qaziyev korneri qola çevirdi. Kiper bir qədər inamsız oynadı. Üç cavabsız gol. Kapitan da fərqlənər siyasının öz adını yazdırır. Qapçının özündəki məyusluq hər şey özündə etifa edir. Bir qədər də şanssız epizod adlandırmaq olar onun adına. Gil artıq bütün xətlərlə, ən azından bu dəqiqələrdə qapının kilidini açmaq üçün, ən azından tilsimi qırmaq üçün mübarizə aparacaq, meydanda savaşacaq. Çingiz Qarayev. Artıq tam olaraq Dumanlı Albion adlandırmaq olar. Qaziyev. Orada Cəfərlə mübarizə aparırdı. Ədalət təmsil qayda pozuntusu qeyd alır. Cəfərin qaydan pozunu qeyd edir. Yoxsa yox, out mu yerinə yetirməlidir? Referi out idi. Out düzgün yerinə yetilmədiyi üçün rəqib komanda gilli tərəfə altı yerinə yetirir. Cəfərli. Səmti dəyişli. Sağ cinatdan yoxlayacaqlar. Maksud. Bir ötürmə hissəyi. Orada səy göstərən Sənan Nəsirov uydam alınmadı. Marmara qrubun əks həmləsi Qüdrət Vəliyev. Aktivində qol, passivində sarı vərəqə var. Qüdrət Vəliyev. Qüdrət! Rəqibin ayaqlar arasını atmasıdır Cəfər. Cəfər yerdə qaldı, referi qalxdır. Cavid. Ona bir qədər mani olma bacardılar. Vəliyev. Kiperin toxunuşu və korner. Qüdrət. Eygün Rızaevi qabaqladılar. Səməd Ağa. Cəfər. Məncə qayda pozuntusudur, bəli. Ədalət təmsil bir qədər gözlədikdən sonra qayda pozuntusunu qeydə aldı. Və bir qədər sonra Gillinin heyətində deyəsən əvəz etmələr başlaya bilər. Baş məşqçi Bəhram Məhərramov əvəz etmələrdən istifadə edəcək kimi görünür. Amma zənimcə bu standart vəziyyət yerinə yetiriləcək. Topun arxasında iki oyuncu var. Sənan bir qədər uzaqlaşdı. Səməd Ağa Mahmudu zərbəni o yerinə yetirəcək kimi görünür. Çingiz Qarayev 2 nəfərdən ibarət canlı səd istədi. Qarayev ev taşıranda Mənzir. Maksud. Blok gəldi. Out. Şıxzadayev. Cəfərli oynadı. Cəfərli. Cəfər. Orada qayda pozulmuyor. Belgün Rızaev. Rızaev ötürmə.
Cavid Cavadzadə golun bir addımlığında çox yaxınlaşdı, alınmadı. Maksud alda cəmlələr. Kesə bilmədi rəqibini Cəfər. Orada Səməd Ağaya çatmadı. Cəfər geri ötürməz. Sənan Nəsirov gerdən qurulacaq həmlə. Bu dəqiqələrdə qol Giliyə hava su kimi lazımdır. Cəfər! Cəfər Cəfərli. Sənan Nəsirov. Qaziyevdən yayma bacardı Nəsirov. Rəqibini yola saldı Nəsirov. Orada təzyiq var, top elə keçirməyə bacardılar. Bu Xanmurad Məmmədovdur. Xanmurad hələ də pressing edir, hələ də təzyiq edir. Referməz Sənandan topu meydanı tərk edibdir. Küləkdə getdikcə şiddətini artırır. Təbii ki, boyuna da təsir edir, yayma da təsir edir. Həmçinin şəhər əsnasında bizə də mane törədir. Səsimizin bir qədər effektivini, keyfiyyətini öldürür. Əlverişsiz hava şəraiti. Rəsul Qaziyev kornerdən birbaşa qolu imza atmışdı. Yine kiper yoxlamaq istədi. Bu səfər qapısı sağlığı əldən vermədi. Görüşdə artıq 28-ci dəqiqə bitməyə üzrədir. Yerli ötürmə. Bu arada oyuncu əvəz etməsi var, oyuncu dəyişikliyi var. İndi o qədər bəhs edəcəm bu əmlədən sonra. Zərbəni indiran oyuncu meydana sonradan daxil olan Ümid Məhərrəmli. Sürəti qatıldı, həmçinin əvəz etmədən bəhs etmişkən Gilin də heyətində bir dəyişiklik var. Bu Əli Eydər Quliyevdir. Maksud alınmadı. Nurlan Səyev rəqabət edə bilmədi. Singiz Qarayev. Uzun məsafədən zərbə. Top qapıdan keçir. Top qapıdan keçir. Müdafiəçiyə edən top torlara yollandı. Hər şey bir göz qırpımında baş verdi. Axır ki, Gilli tərəfidə. Fərqlənməyə bacarınlar adına da bir qədər qapının kilidi açıldı deyə bilərəm. Görə artıq gələcəkmi? Bir qol, digər qollara stimul impuls verəcəkmi? Comeback-in müjdəsini bizə verəcəklərmi? Orada məncə qayda pozulub, hətta vərəqət ola bilər. Bəli, əldə cibə getdi. Ədalət təmsil mənimlə fikirdir. Cəfər Cəfərli yedi qalıb. Sarı vərəqə görən oyuncu Xanmurad Məmmədovdur. Rəsmi xəbərdarlıq məhz ona göstərilir. Görüşdəki ikinci rəsmi xəbərdarlıqdır. Bundan öncə də eyni adlı komandada biz vərəqi görmüşdük. Qüdrət Vəliyevə göstərilmişdi. İndi isə Xanmurad Məmmədov Kobudurla bir qədər köntü davranışla yadda qalır. Topun arxasında kapitan Maksud Şıxzadayev. Cərmə meydansasının əvvəlində bir neçə oyuncu mövqe top. Gərinə zərbə necə yeni itirəcəklər. Maksud! Qapı ünvanlasa da orada. Müdafiəçiyə dəydi o, bir qədər tələsirlər. Out. Əli Eydər. Geri ötürmə Şıxzadayev. Şıxzadayev rəqibini yola saldı, ötürmə istəyib. Cəfər Cəfərli. Yoxladı bir orada. İsmailic gəldi sanki. Daha bir çat! Nəsirov! Topu qapının üzərinə vurur. Sanki qol komandanı bir qədər əvəsləndirib, bir qədər ümidləndirib.
Daha hissəli, daha həvəsli mübarizə apardılar. Bu arada 1 dəqiqəlik time-out. Vaxt hələ ki onların əli elədi. 1-3 onlar geridədir. 32-ci dəqiqə. Məsələ bu fürsətini istifadə edib Qolat Servis, daha doğrusu Qolat Sport Servis haqqında da bəhs etmək istəyirəm. 2015-ci ildən etibarən Azərbaycanda idman tədbirlərinin təşkili sayəsində fəaliyyət göstərən aparıcı idman təşkilatlarından biridir. Şirkət kooperativ, tələbə və vəzkar idman inkişafına töhfə vermək məqsədilə futbol, voleybol, basketbol, sosyo tenis və digər idman növləri üzrə müxtəlif layihələr həyata keçirir. Bu günə qədər Qolat Sport Servis yüzlərlə komandanın minlərlə idmançısını iştirak etdiyi turnirlər təşkil edib. Şirkətin əsas məqsədi sağlam həyat tərzinin təbliği, gənclərin idmana cəlb olunması və ölkədə idman tədbirlərinin beynəlxalq standartlara uyğun təşkil edilməsidir. Qolat Sport Servis eyni zamanda futbol, konferans bakub, kooperativ çempionatlar, tələbə turnirləri və sosial idman layihələrinin də təşkilatçısıdır. Cəfər müdaxilə etməyə bacarlar. Cəfər bir uzun ötürmək istəyib. Atgillindi dedi Ədələ təmsilçisi. Sənan təzyiq var orada. Kiber. Maksud Şıxsadayev. Orada Rəsul Qaziyevlə mübarizə var. Yenə kapitalların dueli. Tez sezonları bizdə görürük. Orada özünə zərbəyə hazırlanan oyuncu vardı. Nurlan İsayevi də ona imkan verilmədi. Qaziyev daşıdı. Qaziyev alınmadı. Oyunun tempi bu dəqiqələrdə bir qədər artıb. İsayev. Taban ötürməsi bir qədər kör təbii alındı. Cəfər sona qədər oynadı. Əzimkarlıq göstərir. Rəsul deyə şarlar səslənir bu dəqiqələrdə. Marmara qrupun kapitanı 10 nömrəsi bu görüşdə də fərqləməyə bacarıb. Meydana əsas aparıcı oyuncularından biridir. Kifayət qədər təcrübəli oyuncudur. Qaziyev ötürmə keçmədi. Əksəmləyisə göstəricilər qapçı özü topladı. Ötürmə Maksud. Qapçı ötürmə verdi. Zərbə Çingiz Qarayev. Rəqibinin kiperin fərqləməsinə imkan vermədi. Cəfər ram etməkdə bir qədər səhvə yol verdi. Bu artıq kobudluqdur. Bu artıq bilərəkdən edilmiş faaldır. Bu artıq və hətta vərəqənin rəngi qırmızıdır. Hesabda geridə olan Gilli artıq bir nəfər də hazırlıqda mübarizə aparacaq. Qırmızı vərəqi görən oyuncu haqqında da bəhs edəcəm. Gillin 22 nömrəli oyuncusu Tunar Mahmudlu qırmızı vərəqə gördü. Da xatırlatmasını edək.
Şıxzadayev. Orada Murada dəyər top. Maksud Şıxzadayev. Maksud Qarayev. Yox dediyinə. Rejissorlar da bizə yaxın planda məhz Maksudu göstərdi. Ötürmə ilə başladılar. Əleytər Maksudla oynadı. Cəfər yayındı rəqibinə. Cəfər. Blok gəldi. Əleytər əvəzlənir. Səmadağı Mahmudlu yenidən meydandadır. Bu ötürmana doğruydu. Qüdrət Vəliyev. Ayaq saxlamaq istədi. Səmadağı qazandı. Endirilən zərbə. Uğursuzum. Qapıdan bir xeyli aralı meydan tərk edir. Qüdrət Vəliyev. Vəliyev yayına bilmədi rəqibinə. Davamda gəlmədi. Out. Səməd Ağa Mahmudlu rəqibini yola saldı. Səməd Ağanın zərbəsi keçmir. Out. Vaxta tükənir artıq. 38-ci dəqiqə. Alda cəmlələr. Cəfər. Qüdrət Vəliyev. Ötürmə. Qaziyev. Rəsul Qaziyev mərkəzə çəkildi. Qaziyev. Maksud. Sənalın ötürməsi. Səməd Ağa. Qarayev. Ötürmənin kiperə çatmasına imkan vermədi. Bu dəqiqələrdə Gillinin qapısı oyunu məhz meydan rəqibi aid olan səsində tamamlayır. Sinata doğru ötürmə. Referi kornerim işarə edir. Bəli. Şüşən zərbə dedi. Bu arada Gillidə Xəyal Rəhimli meydana daxil olub. 11 nömrəli formayla çıxış edir. Endirilən zərbə. Maksud Şıxzadayev. Rəsul Qaziyev. Qaziyev. Şıxzadayev. Şıxzadayev yerdə qaldı. Referi qayda pozuntusu qeydə aldı. Tələsir artıq Gilli tərəfi. Endirilən zərbə kifayət qədər təhlükələnməklə idi. Hətta bir toxunuş da var idi. Bir ara ötürməsi. Maksud, Səməd Ağa. Qüdrət Vəliyev. Vəliyev görə nə edəcək? Səməd Ağa bir qədər ləngitdi rəqibini. Tək toxunuşlu ötürmə. Cavid. Orada ötürmə keçmədi. Nəsirov müdaxiləsi var idi. Xəyal Rəhimli. Qayda pozulub dedi referi. Artıq bu 5-ci falda olacaq. Bir fal qapiometrli zərbə deməkdir. Ən azından bunu dəyərləndirmək istəyəcəklər.
işarə gəldi. Səməd Ağa! Mahmudlu qola yaxınlaşdı, alınmadı. Qarayev. Bir ara ötürməsi yaxşı alanda bir zərbə çəkdi. Top önündə qaldı, təkrar həmlə. Alınmadı, direyə dəydi. Daha bir çat. Top qapıdan keçmir, heç cür. Top qapıdan keçmir. İlk öncə biz Şöhrət Kərimlinin ifasında zərbə izlədik. Daha sonra komanda yolaşı tamamlamaq istədi, o da alınmadı. Və referi qarşılaşmanı bitirdi. Çox maraqlı mübarizənin şahid olduq. Bison Student Cup'ın 4-cü turniri məhz yarım finalın qalib tərəfi Marmara qrupda 3-1 hesab ilə onlar Gillini məğlub etdilər və finalı vəsiqə qazanırlar. Hər iki komanda gözəl oyun nümayiş etirdi, hər iki komandanı. Təbrik edirik, təqdir edirik və hər iki komandaya uğurlar arzu edirik.